Suallarına devam edək. 11-ci sualdan başlayaq. Deyir ki, çevrənin xaricinə götürülmüş M nöqtəsindən bu çevrəni ABCD nöqtələrində kəsən. İndi gəlin əvvəlcə verilənləri yazaq. Burada M nöqtəsi olsun. Bizə kəsən dedi də. Kəsən çəkək. Aha, kəsən çəkdik. Və burada dedik ki, A, B, C, D nöqtələrində başlayın. A, B, C, D nöqtələrində kəsən deyir. MC-ni 8, MD-ni 18, ümumi hissəni 18 və AB-ni 7, MA-nı da X qəbul edək. Bizdən MB-ni soruşurdu. MB-ni tapmağımızı istəyir. 18 isə bu hissə 10-dur. İndi X-in X plus 7-yə hasinin belə bir xassəsi var ki, 8-in 18-ə hasinə bərabər olmalıdır. X kvadrat üzərinə gəlsin 7x 144 eləyir. X kvadratı çıxılsın 7x çıxılsın 144-ü 0 tapırıq. X1 ilə X2-nin cəmi 7 olur. X1 ilə X2-nin hasili isə mənfi 144 olur. Bu ədədlər hansılardır? Mənfi 16 və 9 ədədlərdir. Mənfi 16 və 9 ədədlərdir. Aha, burada üstə gələk 7x-dir. Mən dedim, niyə belə çıxır? Mənfi 7-dir bu. Aha, mənfi 16 və 9 edir. Burada mənfi 16 ödəmir deyil, 9 ödəyir. Bura 9-dursa, ümumi MB parçası isə 16 olacaqdır. Sonra 12-ci sual üçün hazır şəklimiz var. Ondan istifadə edəcəyik. Nə deyir? Deyir, çevrənin xaricində götürülmüş nöqtədən M nöqtəsi olsun. Bu çevrəyə toxunan parça və kəsən çəkmişik. Toxunan parçanın uzunluğu bu hissəni 8 verib. Sonra deyir ki, kəsən çevrənin daxilindəki hissə 12-dir bu hissə. Bizə deyir ki, kəsən parçanın uzunluğu, yəni bizə ümumi baxın, burada belə eləmişik. Baxın, bu hissənin uzunluğunu soruşur. Burada x, ümumi hissə x deyək gəlin. Bura x-dirsə, bura nə olur? X çıxılsın 12 olacaqdır. 8-in kvadratı 64 bərabərdir. X çıxaq 12 vurulsun x-ə. X kvadrat çıxılsın 12x çıxılsın 64 0 eləyir. X1 ilə X2-nin cəmi 12, hasili isə mənfi 64 eləməlidir. Bu ədədlər hansılardır? X1 16-dır, X2 də mənfi 4-dür. Təbii ki, mənfi 4 ödəməyəcək. 16-nı götürürük. 16. X 16-dır da. Elə X1 16-dır. Yəni, ümumi X 16 tapdıq da. Cavab da 16-dır. Baxaq 14-cü sualın izahına. Deyir ki, tərəflər çevrəyə toxunan düz bucağın təpə nöqtəsindən həmin çevrəyə ən yaxın məsafə. Gəlin, hələ tam oxumamışdan düz bucaq anlayışı kimi bunu çəkəcəm. Bütün tərəfləri çevrəyə toxunmalı, yəni çevrənin bütün tərəfləri toxunmalı. Aha, ödədir. Deyir ki, ən yaxın məsafə 13 olarsa, radiusun çevrənin tapın R bərabər, bağışlayın. R bərabərdir sual. Bura olsun A nöqtəsi. Mərkəz olsun O təbii ki. Biz gəlin bu hissələri birləşdirək. Belə bir düz bucaqlı kimi şey. Aha, alındı. Aha, belə bir şey. Bunu belə bölək. 90 dərəcədə bura. İndi ən qısa məsafə çevrəyə bu hissə olacaq. AK məsafəsi olacaq. AK məsafəsini bizə 13 verir. Bu hissəmiz KO R-dir. Bura R-dirsə, bura da R-dir. Bura ümumi 13 də gələk R olur da. Baxın, bura 13 də gələk R-dir. Bura da R-dir. Bura da R-dir. Radiuslar bərabərdir. Baxın, bura R-dir. Bura da R-dir. Bura da R-dir. İndi burada biz 3 bucaq aldıq. Düz bucaqlı 3 bucaq aldıq. Burada bir formasını quraq. Formasını qurdum.
Bura R-dir, bura R-dir. Burada 13 üstəgəlsin R-dir. Baxın, ümumi hissə 13 R-in cəmi. İndi baxın, 10 üstəgələk R. Baxın, indi deməli, bura nədir? Bərabər yanı düz bucaqlı üç bucaqda. Burada 45-dir, burada 45-dir. Xassisə nədir? R. Bu hissədə R kökdə 2 olmalıdır. 10 üstəgələk R-i R kökdə 2 kimi tapırıq. 13 bərabərdir. R kökdə 2 çıxılsın R-ə. 13 bərabərdir. R-i mötərizə xaricinə çıxarsaq kök altda 2 çıxaq 1. Bayaq oxuduğum kimi bizdən R-i soruşur. R-imiz bərabər olacaq 13 bölünsün kök altda 2 çıxılsın 1. İndi bunu biz qoşmasına vurmalıyıq. Kök altda 2 çıxılsın 1-i kök altda 2 üstəgəlsin 1-ə vururuq. Məxrəci nəyə vurduqsa sürəti də ona vurmalıyıq. İndi baxırıq, bu nədir? Kök altda 2-nin kvadratı. Yəni, bu müxtəsər vurma düsturuna gəlir. Kök altda 2-nin kvadratı 2. 2-dən 1-i çıxırıq. 1 buradır. 13 vurulsun 2 kök altda 2 üstəgəlsin 1. R-imiz də nə çıxır? 13 vurulsun kök altda 2 üstəgəlsin 1. Cavab C. Və bu qədər.